Hamıya salam. Bugünkü dərsimizdə mühərrik daxilində atış tipli oyunlarda güllə izini necə istifadə edə biləcəyimizi öyrənəcəyik. Öncəki dərslərimizdə sizlərə dekallar haqqında ətraflı və geniş məlumat vermişdim. Lakin bugünkü dərsimizdə dediyimiz kimi dekalların köməyi ilə mühərrik daxilində atış tipli oyunlarda güllə izini necə istifadə edə biləcəyimizi öyrənəcəyik. Əvvəlcə səhnədə hazır nümunəyə baxırıq. Və səhnədə nümunədən də gördüyümüz kimi bizim personajımız silah ilə qarşıda gördüyümüz panelə atəş açdığı zaman həmin panel üzərində bizim gülləmizin dəydiyi yerdə müxtəlif dekallar əmələ gəlməyə başlayır. Burada nəinki bu panel üzərində, istənilən səth üzərində silah ilə atəş açdığımız zaman bu dekallar həmin səthə tətbiq olunacaq. İndi isə gəlin bu funksionallığı necə işləyə biləcəyimizi öyrənək. Bunun üçün təbii ki bizə əvvəlcə güllə izini imitasiya edən hazır teksturalarımız lazımdır. Mənim nümunəmdə 5 ədəd müxtəlif güllə izi teksturasından istifadə etmişəm. Məhz burada gördüyümüz bu 5 ədəd teksturadan müxtəlif 5 ədəd material hazırlamışam. Bu teksturaları videonun açıqlama qismində sizlər üçün bərkidəcəyəm. Dekalımız üçün materialı hazırlamaq üçün İstənilən tekstura üzərində sağ klik edirik və burada gördüyümüz Create Material bölümünü seçirik. Daha sonra materialımızın redaktoruna daxil oluruq. Materialımızın redaktoruna daxil olduqdan sonra burada əsas kök modulumuzu seçirik və daha sonra Material Domain bölümünü Default Decal olaraq təyin edirik və növbəti olaraq qarışma rejimini, yəni Blend Mode adlı parametrimizi Translucent olaraq burada təyin edirik. Bu əməliyyatları icra etdikdən sonra teksturamızın alfa kanalından çıxış parametrimizi Opacity adlı parametri ötürürük və bu şəkildə sadə bir materialımızı hazırladıqdan sonra Apply və Save düymələrinə klik edirik və artıq bizim materialımız dekal üçün istifadə olunmağa hazırdır. Və dediyim kimi bu şəkildə hər bir tekstura uyğun olaraq ayrıca istənilən sayda materialları hazırlayırıq və materiallarımızı nəinki burada 5 ədəd, istəyə uyğun olaraq təbii ki 1 ədəd də hazırlaya bilərik. Materiallarımızı hazırladıqdan sonra keçid edirik əsas personajımızın class redaktoruna və burada bizim personajımız silah ilə atəş açdığı zaman bu gördüyümüz Spawn Decal at Location adlı funksiyanı burada çağırmalıyıq. Mənim nümunəmdə personajımız burada gördüyümüz Line Trace atdığı zaman burada bu funksiyanı çağırırıq. Line Trace və digər funksionallıqlar haqqında kanalımızda ətraflı və geniş dərslərimiz mövcuddur. Burada da gördüyümüz kimi bizim personajımız Line Trace atılan yerdə Output adlı çıxış parametrimizi break edirik. Daha sonra mənim nümunəmdə burada sequence-dən istifadə etmişəm. Sizdə təbii ki birbaşa kodun ardıcıllığını bu şəkildə birləşdirəcəksiniz. Line Trace funksiyamızdan sonra Spawn Decal at Location adlı funksiyamızı çağırırıq və daha sonra burada mütləq şəkildə Decal Material bölümünü öz hazırladığımız materialımızı buraya mənimsətməliyik. Mənim nümunəmdə personajımız silah ilə atəş açan zaman istənilən səth üzərində müxtəlif dekallar əmələ gəlməyə başladı. Məhz bu müxtəlifliyi massivin köməyi ilə həyata keçirmişəm. Lakin burada təbii ki massiv ilə bir neçə dekaldan deyil, bir dekaldan da istifadə edə bilərik. Bunun üçün sadəcə olaraq bu parametri buradan ayırırıq və burada gördüyümüz Decal Material bölümünə öz düzəltdiyimiz istənilən buradan materialımızı seçirik. Misal üçün bu materialı buraya tətbiq edirik. Materialımızı tətbiq etdikdən sonra Decal Size adlı parametrimizi burada tənzimləməliyik. Bunun üçün bu parametrə istənilən qiymətlər yazıla bilər. Lakin ümumi qəbul olunmuş qaydalara əsasən shooter tipli oyunlarda dekalların ölçüsü 3 ilə 8 arası və yaxud da 3 ilə 10 arası təyin olunur. Məhz burada istənilən vektor üzrə ölçülərimizi təyin edə bilərik və yaxud da hal-hazırda mənim sizə göstərdiyim nümunədəki kimi ölçünü müxtəlif şəkildə burada tənzimləyə bilərik. Bunun üçün sadəcə olaraq Random Integer in Range adlı funksiyanı burada çağırırıq və daha sonra minimum və maksimum parametrləri istədiyimiz ölçüdə burada tənzimləyirik. Mənim nümunəmdə minimum, yəni ən balaca ölçünü 5 olaraq təyin etmişəm.
Maksimal ölçümüzü isə 10 olaraq burada təyin etmişəm. Daha sonra çıxış parametrimizi birbaşa dekal size adlı parametrə mənimsədirik. Dekalımızın ölçüsünü də bu şəkildə təyin etdikdən sonra mütləq şəkildə location və rotation adlı parametrləri işləməliyik. Location adlı parametrimizi line trace'imizi break etdiyimiz yerdə burada gördüyümüz kimi location adlı çıxış parametrindən mənimsətməliyik. Bunun üçün sadəcə olaraq location adlı çıxış parametrini birbaşa burada gördüyümüz location adlı parametri mənimsədirik. Daha sonra rotation adlı parametri tənzimləmək üçün mütləq şəkildə burada impact normal adlı çıxış parametrimizi birbaşa bu şəkildə rotation adlı parametri mənimsətməliyik və burada avtomatik olaraq rotation from x vector adlı pure function əmələ gəlir. Məhz bu funksiyanın köməyi ilə bizim dekallarımız tətbiq olunacağı səthə x vektoru üzrə, yəni dünya koordinatlarında düzgün vektor üzrə tətbiq olunacaq deməkdir. Daha sonra biz burada lifespan adlı parametr görürük. Bu parametrin köməyi ilə dekallarımıza səhnədə qalma müddəti təyin edə bilərik. Misal üçün susmaya görə bu parametrimiz 0 olur. Bu parametrimiz 0-da olan zaman bu o deməkdir ki, bizim səthin üzərinə tətbiq edəcəyimiz dekallarımız sonsuz vaxt ərzində həmin səthdə qalacaq deməkdir. Lakin təbii ki, burada istənilən dəyərlər mənimsədib bu parametri istifadə edə bilərik. Misal üçün biz buraya 3 yazdığımız zaman bu o deməkdir ki, bizim dekallarımız səhnədə 3 saniyə ərzində qalacaq. Bütün bu funksionallığı sadə bir şəkildə bu qaydada hazırladıqdan sonra alınan nəticələri compile edirik və play butonuna klik edib oyuna başlayırıq. Oyuna başladığımız zaman gördüyünüz kimi bizim təyin etdiyimiz dekallarımız səthə tətbiq olunmağa başlayır və 3 saniyə keçdikdən sonra həmin dekallarımız tətbiq olunduğu səthdən gitməyə başlayır. Lakin burada səthə tətbiq edəcəyimiz dekalları bir deyil, bir neçə dekal olaraq müəyyənləşdirmək istəyiriksə, bu zaman mütləq şəkildə massivlərdən istifadə etməliyik. Bunun üçün əvvəlcə dekal material parametrini bir dəyişənin yaddaşına vururuq. Təbii ki, promote to variable bölümü vasitəsilə. Dəyişənimizi təyin etdikdən sonra həmin dəyişənimizin details bölümündə, variable type bölümündə bu hissədən dəyişənimizi single variable deyil, massiv olaraq buradan təyin edirik. Dəyişənimizi massiv olaraq təyin etdikdən sonra compile düyməsinə klik edirik və burada default value bölümünə istənilən sayda materialları əlavə edib istifadə edə bilərik. Mənim nümunəmdə dediyim kimi 5 ədəd dekal materialından istifadə etmişəm. Ona görə də bu massivimin daxilinə 5 ədəd element əlavə edirəm və burada hər bir elementin materialını uyğun olaraq müxtəlif material ilə bu bölümdən seçirəm. Materiallarımı bu bölümə mənimsətdikdən sonra massivimizdən referensimizi götürürük və massivin get adlı funksiyasını çağırırıq. Massiv haqqında da onu da diqqətinizə çatdırım ki, kanalımızda ətraflı və geniş dərslərimiz mövcuddur və hətta playlist olaraq ayrıca blueprint dərslərimiz kanalımızda mövcuddur. Massivin get adlı funksiyasını burada çağırdıqdan sonra bu funksiyanın indeks parametrinə yenidən bir ədəd random integer in range adlı funksiyanı bu şəkildə mənimsədirik. Daha sonra massivimizin element sayına uyğun olaraq burada min və max dəyərləri mənimsədirik. Mənim nümunəmdə birinci elementim 0-cı indeksdə, sonuncu elementim isə 4-cü indeksdə yerləşdiyinə görə buraya uyğun olaraq 0 və 4 yazıram. Daha sonra buradan çıxış parametrimizi dekal material parametrinə birləşdiririk. Bu parametri də birləşdirdikdən sonra burada lifespan bölümünü yenidən sıfıra salırıq. Daha sonra alınan nəticələri compile edirik və yenidən hazır nəticəyə baxırıq. Və hal-hazırda səhnədə də gördüyümüz kimi biz atəş açdığımız zaman müxtəlif bizim təyin etdiyimiz dekal materialları ilə bu səthə dekallar tətbiq olunmağa başlayır. Və burada digər bir vacib məqam bundan ibarətdir ki, dekalları səthdə istifadə etdikdən sonra bizim personajımız həmin səthdən müəyyən məsafədə uzaqlaşdığı zaman gördüyümüz kimi dekallar itməyə başlayır. Hal-hazırda səhnədə bunun nümunəsini görürük. Belə bir effektin baş verməməyi üçün hal-hazırda ekranda gördüyümüz bu konsol komandanı birbaşa CMD bölümünə əlavə etməklə bunun qarşısını ala bilərik. Sadəcə olaraq burada gördüyümüz
bu konsol komandanı birbaşa CMD bölümünə bu şəkildə kopyalayırıq və Enter düyməsinə klik edirik. Daha sonra yenidən hazır nümunəyə baxırıq. Və hal-hazırda səhnədə nümunədən də gördüyümüz kimi bizim personajımız həmin səthdən uzaqlaşsa belə dekallarımız itməyəcək. Məhz bu qaydada olduqca sadə bir şəkildə mühərrik daxilində güllə izi effektini istifadə edə bilərik. Kanalımıza abunə olmağı və videolarımızı bəyənməyi unutmayın. Bugünkü dərsimiz bu qədər. Hamıya uğurlar.